9-cu siniflərin 5 aprel buraxılış imtahanı hansı səviyyədə idi? Qarşıdakı imtahanlarda bundan fərqli nəsə gözlənilir, yoxsa yox? Videomuzun mövzusu budur. Buralarda zəhmət olmasa üstəcə işarəsi görürsə, üzərinə toxunun. Bismillah, getdik. Öncə onu deyim ki, 9-ların bu imtahanı əvvəlki illərə baxanda xeyli çətindir. Yəni, həddindən artıq çətindir? Yox. Sadəcə deyirəm ki, əvvəlki illərə baxanda çətindir. Bundan başqa, müqayisə eləsək görərik ki, 9-cu siniflərin bu sualları əvvəlki illərin 11 sualları ilə aşağı-yuxarı eyni səviyyədə edən çətinlik səviyyəsində. Keçən il əvvəlki illərdə bir şagird 9-cu sinifdə Azərbaycan dilindən 3-5 ay hazırlaşaraq gedib məsələn 70 bal, 60 bal toplaya bilirsə, indi bu hazırlıq müddətin gərək bu uşaq və yaxud valideyn apara çıxara 8 aya, 9 aya, yəni ən azından 2 qatına. Ona görə biraz 9-ların işi çətinləşib. Qarşıdakı imtahanların daha çətin olacağını demək olarmı? Xeyr. Daha çətin olmayacaq. Biz 11-lərin imtahanlarında 9-15 mart buraxılışından da bunu gördük ki, 15 martda daha çətin olmadı. Hətta bir 15-20% biraz da rahat oldu. Eynən 9-cu siniflərdə də bundan sonraki seansların daha çətin olacağını düşünmürəm. Yəni bu ola bilməz. Bu cür ədalətsizlik mümkün deyil. Düşünürəm ki, eynən bu səviyyədə suallar olacaq. Sualların içində bəli 2-3 rahat sual var idi. Qalanları çətindir. Sadəcə problem orada yaranır ki, verilən vaxtla sualların həcmində uyğunsuzluq yaranır. Bu da şagirdlərin yüksək bal toplamasına mane olur. Əslində burada problem bilirsiniz nədədir? Yəni imtahan adı üstündə imtahan da çətin olmaz. Sadəcə bu imtahan üçün yəni hər bir imtahandan öncə sınaq olur və bu sınaq təşkil olunur. Sınaqda bəlli bir vəsait yəni ödəyib imtahana girsin. Valideyn hər ay bir dəfə uşağın 20 manat ödəyib OTK sınağına yollayıb və bunu da DİM tövsiyə eləyirdi. Və düşünürdü ki, mənim uşağım buraxılışda tutaq ki, 200-ün üzərində bal toplayır, hətta 250-260 bal toplayan uşaq gedir, niyə imtahanda 50 bal fərqi ilə az yığmalı? Bax, problem burada yaranır. İnşallah ki, problem qarşıdakı illərdə düzələr. Bu arada bizim onlayn dərslərə qoşulmaq üçün 055-597-01-51-ə yazın ki, imtahana, samballı və çətin testlərinə hazırlaşasınız ki, belə sürprizlərlə qarşılaşmayasınız və qarşılaşanda da belə gülümsəyib keçəsiniz. Hər birinizə uğurlar, sağ olun.